Salam hörmətli yoldaşlar, hər vaxtınız xeyir olsun. Bundan əvvəlki ədəbiyyat dərslərimizdə şifahi xalq ədəbiyyatı ilə bağlı sual-cavab videolarını təqdim eləmişdik. İndi isə qədim dövr Azərbaycan ədəbiyyatı mövzusu ilə bağlı sual-cavab videosunu sizə təqdim eləyəcəyik. Birinci sual. Qədim dövr ədəbiyyatı hansı dövrü əhatə eləyir? Cavab: ən qədim zamanlardan 13-cü əsrə qədər olan dövrü. İkinci sual. Qədim türk bədii düşüncə nümunələrini bizə ilk tanıdan hansı qaynaqlardır? Qədim türk bədii düşüncə nümunələrini bizə ilk tanıdan əlbəttə ki, Çin qaynaqlarıdır. Üçüncü sual. Hansı şeir parçaları ideya məzmununa görə bugünkü türkü düşündürür, onda həzin, hüzünlü ovqatın yaranmasına səbəb olur? Cavab: Çin dilinə tərcümə olunmuş eramızdan əvvəl 2-ci əsrə aid nümunələr, şeir parçaları ideya məzmununa görə bugünkü türkü düşündürür, onda həzin, hüzünlü ovqatın yaranmasına səbəb olur. Dördüncü sual. Bu parçalarda ifadə olunmuş his, düşüncə 1000 il sonra hansı türk abidələrində təkrar olunur, türkün öz dilindən eşidilir, türkün öz əlifbasında, öz yazısında oxunur? Cavab: əlbəttə ki, Orxon Yenisi abidələrində. 5-ci sual. Qədim türklərin ortaq ədəbiyyatının əsasında duran epos yaradıcılığında tarixini, qəhrəmanlığını əks etdirən hansı qiymətli bədii nümunələr daxildir? Cavab: qədim türklərin ortaq ədəbiyyatının əsasında duran epos yaradıcılığı, dünyanın yaranması, türklərin törəyişi, Oğuz Xaqan, Alper Tonqa, Ergenekon, köç, onların tarixini, qəhrəmanlığını əks etdirən qiymətli bədii nümunələrdir. 6-cı sual. Yaradılış dastanında hansı təsəvvürlər öz əksini tapmışdır? Cavab: yaradılış dastanında qədim türklərin əvvəllər kainatın mənzərəsinin necə olması barədəki təsəvvürləri öz əksini tapıb. 7-ci sual. Yaradılış dastanında yaradılan Tanrı obrazının adı nədir? Cavab: əsərdə Tanrı Qaraxan obrazı yaradılmışdır. 8-ci sual. Yaradılış dastanında nədən bəhs olunur? Cavab: dünya Tanrının iradəsinə tabedir. Dünyada xeyirxahlıqla yanaşı bədxahlıq da mövcuddur ki, Tanrı bədxahlığın xeyirxahlığı üstələməsinə, dünyanı idarə etməsinə imkan vermir. Göyün 7-ci qatında oturub kainatı idarə edən Tanrı, türklərin yaşadığı torpağın da, cəmiyyətin də taleyini müəyyənləşdirən şəxsdir. 9-cu sual. Ataşpərəst Azərbaycan türklərinin dini kitabının adı nədir? Cavab: Avesta. Ataşpərəst Azərbaycan türklərinin də dini kitabı olmuşdur. 10-cu sual. Avestanın müəllifi kimdir? Cavab: Avestanın müəllifi Zərdüşt peyğəmbərdir. 11-ci sual. Avestanın özəyi nə sayılır? Əsərin özəyi qatlar sayılır. 12. Qatlarda nədən bəhs olunur? Cavab: qatlarda ilk insanın yaranması, insan həyatının müxtəlif məqamları, insanla təbiət arasında mübarizə, müharibədə qələbə və məğlubiyyətin doğurduğu hisslər bədii dillə əks etdirilir. 13-cü sual. Qatlarda Xeyr Allahı necə adlanır? Əsərdə Xeyr Allahı Ahraməzda, Hörmüz adlanır. 14-cü sual. Qatlarda Şər Allahı necə adlanır? Əsərdə Şər Allahı Əhrimənin, Anqramanyu adlanır. 15-ci sual. Avestada insanlar nəyə çağırılır? Cavab: Avestada insanlar humanizmə, xeyirxah əməllərə, həyatda bolluğun əsası hesab edilən əkinçiliyə, maldarlığa çağırılırdı. 16-cı sual. Zərdüştlükdə hansı adət-ənənələr müqəddəs hesab edilirdi ki, həmin adət-ənənələrimiz dövrümüzə qədər gəlib çatmışdır? Cavab: Zərdüştlükdə bir sıra adət-ənənələr, məsələn, odun müqəddəs sayılması, səməni göyərdilməsi, odun, tonqalın üstündən atılanma və s. Yəni, bugünkü Novruz bayramı qeyd edirik. O, Zərdüştlük dini ilə, adət-ənənələri ilə bağlı olan mərasimlərdir. 17-ci sual. Hansı dastan Azərbaycan türklərinin qədim qəhrəmanlıq salnaməsi hesab edilir? Azərbaycan türklərinin qədim qəhrəmanlıq salnaməsi Kitab-ı Dədə Qorqud dastanı hesab edilir. 18-ci sual. Hansı dastan İslamiyyətdən çox-çox əvvəlki Oğuznamələr silsiləsinə daxil olsa da, ana dilimizin abidəsi hesab edilir? Cavab: Kitab-ı Dədə Qorqud dastanı.
19-cu sual. Hansı dastanın yazıya alınması yazılı ədəbiyyatımızın yalnız ərəb yaxud fars dilində deyil, həm də doğma dilimizdə inkişaf etdiyini göstərirdi? Cavab: Dədə Qorqud dastanı. 20. Azərbaycanda ərəblərin mədrəsə açmağının səbəbi nə idi? Məqsəd İslam dininin əsaslarını və ərəb dilini mənimsətmək idi. 21-ci sual. Ərəb dilində mükəmməl sənət əsərləri yaradan sənətkarlarımız kimlər idi? Ərəb dilində mükəmməl sənət əsərləri yaradan Musa Şahavət, İsmail ibn Yəsar, Əbülabbas Ələma idi. 22-ci sual. Ərəb dilində mükəmməl sənət əsərləri yaradan sənətkarların əsərlərində hansı hisslərin ifadəsinə geniş yer verilmişdi? Cavab: Ərəb dilində mükəmməl sənət əsərləri yaradan Musa Şahavət, İsmail ibn Yəsar, Əbülabbas Ələma kimi sənətkarlarımızın yazılığında vətənpərvərlik, doğma yurda bağlılıq hisslərinin ifadəsinə geniş yer verilirdi. 23-cü sual. Musa Şahavət, İsmail ibn Yəsar, Əbülabbas Ələma kimi sənətkarların əsasən əsərlərində əksini tapan məsələlər nə idi? Cavab: Ədalət, zülm qarşıdurması, ictimai mühitdəki yaramazlıqlara etiraz olan əsərlərində əksini tapan məsələlərdən idi. 24-cü sual. Qədim dövr ədəbiyyatında saraylarda ərəb dilinin tədricən zəifləməsi və fars dilinin geniş yayılmağının səbəbi nə idi? Səbəb bu idi ki, Ərəb xilafəti zəiflədikdən sonra yaxın və orta şərq ölkələrində saraylarda fars dili geniş yayılmağa başlamışdı. 25-ci sual. Neçənci əsrdən etibarən farsça yazmaq ənənəsi yarandı? Cavab: Azərbaycanda 11-ci əsrin ortalarından başlayaraq farsça yazmaq ənənəsi formalaşmağa başladı. 26-cı sual. Saray ədəbiyyatında qəsidənin hansı növlərinə daha çox geniş yer verilirdi? Saray ədəbiyyatında qəsidənin məthiyə, həcv, mərsiyə, fəxriyə kimi növlərinə geniş yer verilirdi. Saray ədəbiyyatında hansı mövzuda əsər yazılmağına xüsusi diqqət yetirilirdi? Cavab: Dini mövzularda əsərlərin yazılmasına xüsusi önəm verilirdi. 28-ci sual. Məthiyələrdə hökmdarlar əsasən nəyə dəvət edilirdi? Məthiyələr hökmdarların qüdrətinin, əməllərinin tərifi ilə məhdudlaşmır. Onlar xeyirxah, mərhəmətli olmağa, ölkədə quruculuq işləri aparmağa, əmin-amanlıq yaratmağa dəvət olunurdu. 29-cu sual. Sarayda yaşayan mütərəqqi görüşlü sənətkarlar hansı məsələləri həsr etdikləri əsərlərlə saray ədəbiyyatının mövzu, məzmun baxımından zənginləşməsinə istiqamət verirdilər? Sarayda yaşayan mütərəqqi görüşlü sənətkarlar tarixi hadisələrə, ictimai fəlsəfi məsələlərə həsr etdikləri əsərlərlə saray ədəbiyyatının mövzu, məzmun baxımından zənginləşməsinə istiqamət verirdilər. 30-cu sual. Qətran Təbrizi, Əbdülillah Gəncəvi, Fələki Şirvani, Mücəddin Beyləqani, Məhsəti Gəncəvi, Əfsələddin Xaqani kimi şairlərimiz lirik şeirlərində əsasən hansı hisslərin ifadəsinə geniş yer verirdilər? Cavab: Əsərlərini farsca yazsalar da, təbliğ etdikləri ideya baxımından Türk-Azərbaycan dünya görüşünü, mənəviyyatını əks etdirən Qətran Təbrizi, Əbdülillah Gəncəvi, Fələki Şirvani, Mücəddin Beyləqani, Məhsəti Gəncəvi, Əfsələddin Xaqani kimi şairlər məhəbbətin, təbiətin tərənnümünə, eləcə də dərin fəlsəfi düşüncənin ifadəsinə lirik şeirlərində geniş yer verirdilər. Bu sənətkarların yazılığında ictimai-siyasi problemlər, humanist ideyalarda əksini tapırdı. 31-ci sual. Qətran Təbrizinin ədəbi irsi nələrdən ibarətdir? 11-ci əsr saray ədəbiyyatının görkəmli nümayəndəsi kimi şöhrət qazanmış Qətran Təbrizinin irsi divandan və bir də ki, Ət-Təfasir adlı farsça lüğətdən ibarətdir. 32-ci sual. Qətran Təbrizinin divanına hansı mövzuları əks etdirən lirik şeirlər daxildir? Cavab: Şairin divanına məthiyələrlə yanaşı məhəbbət, vətən, insan taleyi, təbiət mövzusunda, eləcə də saraydan narazılığı əks etdirən lirik şeirləri daxildir. 33-cü sual. Qətran Təbrizi hansı şəhərlərdə yazıb yaratmışdı? Gəncədə və Təbrizdə. Bunu yadda saxlayaq. 34-cü sual. Qətran Təbrizinin Təbrizdə baş vermiş zəlzələ haqqında neçə mənzubəsi vardı və nə kimi əhəmiyyət kəsb eləyir? Təbrizdə baş vermiş zəlzələ haqqında Qətran Təbrizinin 2 mənzubəsi var. Bu qədim şəhərlə bağlı məlumat verən mənbə kimi də
dəyərlidir bu mənzumələr. 35-ci sual. 12-ci əsr ədəbiyyatımızda ictimai fəlsəfi məzmununu rübailəri ilə şöhrət tapmış sənətkarımız kimidir? Məhsəti Gəncəvi. O, 12-ci əsr ədəbiyyatımızda ictimai fəlsəfi məzmununu rübailərindən geniş şöhrət qazanmış bir sənətkar idi. 36-cı sual. Məhsəti Gəncəvinin ictimai fəlsəfi məzmununu rübailərinin lirik qəhrəmanı necə bir aşiq idi? Cavab, bu şeirlərin lirik qəhrəmanı dərin məhəbbətlə sevən, iztirab çəkən, gözəlliyi dəyərləndirən aşiqdir. 37-ci sual. Məhsəti Gəncəvin əsərlərində əməkçi insana verdiyi yüksək dəyər nədən bilinir? Rübailərində müxtəlif peşə sahiblərindən söz açması şairin əməkçi insana verdiyi böyük və yüksək dəyəri əks etdirən amillərdir. 38-ci sual. Məhsəti Gəncəvinin rübailərində hansı düşüncələr yüksək poetik ifadəsini tapmışdır? Rübailərində insanın taleyi, həyatı, sevinci, kədəri ilə bağlı humanist düşüncələr yüksək poetik ifadəsini tapmışdır. 39-cu sual. Xaqaninin hansı əsərlərində saraydan narazılıq motivlərinin əks olunması ədalətsizliyə etiraz edən ədibin vətəndaşlıq mövqeyi ilə bağlı idi? Xaqaninin divandakı ictimai fəlsəfi məzmunlu şeirlərdə, bir də ki, Töhfətül İraqiyin adlı poemasında Mədain xarabələri qəstəsində saraydan narazılıq motivlərinin əks olunması ədalətsizliyə etiraz edən ədibin vətəndaşlıq mövqeyi ilə bağlı idi. Demək olar ki, yəni bizim dövrümüzə qədər gəlib çatan bir çox əsərlərində bu məsələlər özünün qabarıq şəkildə göstərir. 40-cı sual. Ədəbiyyatımızda ilk poema hansı əsər sayılır? Ədəbiyyatımızda ilk poema Əfsələddin Xaqaninin Töhfətül İraqiyin poemasıdır. 41-ci sual. Xaqaninin Töhfətül İraqiyin əsəri əsasən hansı mövzular üzrə öz əksini tapmışdır? Töhfətül İraqiyin əsərində şairin öz həyatı, uşaqlıq illəri, təhsili, dostları ilə bağlı xatirələri də öz əksini tapmışdır. 42-ci sual. Xaqani hansı əsərlərində saraydan, hökmdarlardan üst çevirmiş, öz xalqına, sadə insanlara dərin məhəbbət bəsləmişdir? Cavab, Töhfətül İraqiyin poemasında şair saraydan, hökmdarlardan üst çevirmiş, öz xalqına, sadə insanlara dərin məhəbbətini bəsləmiş və ifadə eləmişdir. 43-cü sual. İstəmirəm adımı çağıralar Xaqani, mən yoxsullar şairi, Xalqaniyəm, Xalqani. Verilən şeir parçası hansı poemadan götürülmüşdür və hansı fikir ifadə olunmuşdur? Bu parça Töhfətül İraqiyin poemasından götürülmüşdür. Şair saraydan, hökmdarlardan üst çevirmiş, öz xalqına, sadə insanlara dərin məhəbbət bəsləmişdir. Yəni bu şeirdə bu fikirlər ifadə olunmuşdur. 44-cü sual. Xaqaninin Mədain xarabələri qəstəsində nədən bəhs olunur? Mədain xarabələri qəstəsində şair Sasani hökmdarının paytaxtı olmuş Mədain şəhərinin xarabalıqlarını təsvir etməklə dövrün şahlarına ibrət dərsi vermək məqsədini güdmüşdür. Və bir zaman həmin Mədain şəhərinin əzəmətindən, indiki isə pis vəziyyətindən danışaraq, yəni şahları da, hökmdarları da bundan ibrət almağa dəvət etmişdir. 45-ci sual. Qədim dövr Azərbaycan ədəbiyyatının intibah dövrünün zirvəsi sayılan şair kimdir? Sözsüz ki, əlbəttə ki, böyük Azərbaycan şairi Nizami Gəncəvi. 46-cı sual. Nizami Gəncəvin əsərlərinin intibah dövrünün zirvəsi sayılmasının səbəbi nə idi bəs? Saray həyatından uzaq olmağı üstün tutan Nizami Gəncəvinin xəmsəsi, məzmunu, bədi forma şamilliyi, humanist ideallarının ifadəsi baxımından qədim dövr Azərbaycan ədəbiyyatının intibah dövrünün zirvəsi sayılır. Sonuncu 47-ci sualımıza da baxaq. Poemaları ilə yaxın şərq ədəbiyyatının inkişafına istiqamət vermiş şair kimdir? Cavabımız Nizami Gəncəvi yeni bir ədəbi məktəbin əsasını qoymuş, poemaları ilə yaxın şərq ədəbiyyatının inkişafına təkan və inkişaf vermişdir. Bu qədər qədim dövr Azərbaycan ədəbiyyatı haqqında sual-cavab videosu. Ümid edirik ki, sizin üçün faydalı olacaqdır.